Herkese salamlar dostlar. Bugün özünün varlığı hakkında ve gönderdiğini iddia ettiği dinin gerçek olduğu hakkında ve yine gönderdiğini iddia ettiği peygamberinin gerçek hak peygamber olduğu hakkında heç bir sübut, dəlil təqdim edə bilmədiyi halda fərqli insanların inancları və tanrıları haqqında onlardan dəlil sübut istəyən Quranın ilahisinin tutarsızlıqları haqqında danışacağıq. İndi bir inancı təmsil edən bir tanrı fərqli insanların inancları və tanrıları haqqında onlardan dəlil sübut istəyirsə, əvvəl öz varlığı haqqında və özünü göndərdiyi dinin və peyğəmbərin gerçək olduğu haqqında dəlil sübut təqdim etməlidir və bunu edərkən də elmin metodologiyasına uyğun olaraq bu dəlilləri, sübutları təqdim etmək məcburiyyətindədir. Çünki qarşı tərəfdən eyni şeyi istəyir. Bunun xaricində bütün diskurslar, deyimlər demagogiyadır. İndi əziz dostlar, Muminun surəsinin 117-ci ayətinə baxaq. Burada belə deyilir: Kim əlində heç bir dəlil olmadığı halda Allahla yanaşı başqa bir ilaha sitayiş edərsə, onun cəzasını məhz Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar, deyilir. Baxın, burada edilən manipulyasiyanı görürsüz. Sanki özünün varlığı haqqında hər hansısa bir dəlil sübut varmış kimi, fərqli tanrılara sitayiş edənlərə heç bir dəlili olmadığı halda o ilaha sitayiş edərsəniz, hesabının cəzasını görərsiniz, deyir. Necə ki, o tanrıların varlığı haqqında heç bir dəlil sübut yoxdursa, eynisi sənin varlığın haqqında da heç bir konkret dəlil sübut yoxdur. Burada müsəlmanlar Quranı dəlil sübut kimi irəli sürməyə çalışırlar, amma başqa inanclara sahib insanların da öz müqəddəs kitabları var. Yahudilər Tövrata inanırlar, xristianlar İncilə inanırlar, zərdüştlər Avestaya inanırlar, hindular Vedalara inanırlar ki, bu Vedalar Qurana görə çox daha tutarlı ifadələrin olduğu kitablardır. Eyni şəkildə satanistlər ayətlər kitabına inanırlar. Bu inanclara sahib insanlar da öz müqəddəs kitablarının öz tanrılarını sübut etdiyini iddia edirlər. Buna inanırlar və bu müqəddəs kitablarının öz tanrılarından gəldiyini irəli sürürlər. Bunlar da iddiadan ibarətdir. Eynilə Quranın Allahdan gəldiyi iddiası kimi. Bunların hamısı iddiadan, ehtimaldan, konkret dəlili sübutu olmayan şayələrdən ibarətdir. Ona görə də burada Quranı dəlil sübut olaraq təqdim edə bilmərsiniz, istifadə edə bilmərsiniz. Hansı ki, bu mövzuda karikaturalaşdırılmış bir qısır dairə var. Quran hardan gəldi deyirlər, Allahdan gəldi deyirlər. Quranın Allahdan gəldiyini kim deyir? Məhəmməd deyir, deyirlər. Məhəmmədin peyğəmbər olduğu harda yazılıb deyirlər. Quranda yazılır deyirlər. Quranın Allahdan gəldiyini kim deyir deyirlər. Məhəmməd deyirlər. Və belə gedən qısır dairə var, bilirsiniz. Bu da ona oxşayır. Bunların heç birisi dəlil sübut olaraq irəli sürülə bilməz, əziz dostlar. Yenə müsəlmanlar sübut olaraq, əgər Allah yoxdursa, qarşıdakı dağları kim yaratdı? Bu qələmin belə bir yaradıcısı, hazırlayanı varkən, o boyda kainatın yaradıcısı necə olmaz və s. buna bənzər gülməli təkliflər irəli sürürlər. Necə ki, misal üçün, Türkiyədə var, nurcular və sözlər köşkləri də barımsı nurculardır deyirlər. Bu pilot kalemin bir yaradıcısı varkən, bu kainatın, koskoca evrənin bir yaradıcısı olmazmı deyirlər, ha? Türklərdə də yolda ateist fırladılar, onu müsəlman eləyirlər. Nurcular zatlar Türkiyədə müsəlmanlar. Bax, bu ona oxşuyur, eyni şeydir. Bunlar da cəfəngiyyatdan, gülməli iddialardan irəli getmir. Çünki qarşıdakı dağların niyə qarşıda olduğunu bilirik. Bunun elmi təməlini bilirik. 200 milyon il bundan qabaq o dağların orada olmadığını bilirik. Dağların qitələrin toqquşması nəticəsində əmələ gəldiyini bilirik. Və bu müddətdə fövqəltəbii heç bir ünsürə yer olmadığını olduqca yaxşı bilirik. Eyni şəkildə qələmin də fövqəltəbii ünsürlər tərəfindən yaranmadığını olduqca yaxşı bilirik. Necə ki, termitlər 5 metrlik, 8 metrlik yuvalarını qururlarsa, qələm də insanlar tərəfindən hazırlanır və burada fövqəltəbii, mistik heç bir şey yoxdur. Yəni, bunun ilə konkret, heç bir dəlili sübutu olmayan bir tanrıya bir araya gətirə bilmərsiniz.
Dövrümüzdə bu tərz iddialar ilə qarşımıza gəldiyiniz zaman özünüzü biabır etmiş olursunuz. Artıq bunların başını buraxın. İlk ayətimiz bu idi. İndi də Bəqərə surəsinin 111-ci ayətinə baxaq. Burada belə deyilir. Onlar Yəhudi və ya xaspərəstdən başqası əsla cənnətə getməyəcək, dedilər. Bu, onların boş xülyalarıdır. De, əgər doğru deyirsinizsə, dəlilinizi gətirin, deyilir. Hə, sanki cənnətin varlığı haqqında konkret bir dəlil sübut var imiş kimi, bircə ora kimin girməyəcəyinin dəlili qalıb, onu soruşur. Burada necə ki, Yahudilərin və xaspərəstlərin, yəni xristianların cənnətə bizdən başqası əsla girməyəcək iddiası dəlilsiz, sübutsuzdursa, eyni şəkildə cənnətə müsəlmanlardan başqa kimsənin girməyəcəyi iddiası da eyni səviyyədə dəlilsiz, sübutsuz şairlərdən, hekayələrdən, nağıllardan ibarətdir. İlk öncə cənnətin dəlilini, sübutunu gətirin. Ondan sonra oraya kim girəcək, kim çıxacaq, onun dəlilini sonra gətirərsiniz. Burada da cəfəngiyyat və demagogiya nümunəsini görürük. Sonra da Yunus surəsinin 36-cı ayətinə baxaq. Burada belə deyilir. Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir, deyilir. Burada da tragikomik bir ifadə var, əziz dostlar. Zənnin ardınca gedənlər həqiqətin yerini əsla tuta bilməzlər, deyir. Hansı ki, özünün varlığı və göndərdiyini iddia etdiyi dinin və Peyğəmbərin varlığı haqqında heç bir konkret sənəd, məlumat, dəlil, sübut yoxdur. Bunların hamısı zənnə, şairlərə, hekayələrə, nağıllara girir, dayanır. Burada Quran öz ayağına güllə vurmuş olur. Bunların varlığına dair heç bir dəlil olmazkən, bunlar zənnə istinad edərkən, zənnin ardınca gedənlər həqiqətin yerini əsla tuta bilməzlər, deyir. Beləliklə, günümüzdə bütün inancların, hekayələrin, nağılların, dəlilə, sübuta, sənədə, məlumata istinad etmədiyi məsələlərin elmi gerçəklər, obyektiv gerçəklər qarşısında necə səpələnərək dağıldığını görürüksə, burada istifadə olunan ifadə də eyni ilə bunu dəstəkləyir. Zənnlər, hekayələr, nağıllar, gerçəklər qarşısında əsla dayana bilməz. Bir də burada belə bir ünsur da var, əziz dostlar. Baxın, burada Allah zənnin ardınca gedənlər həqiqətin yerini əsla tuta bilməzlər, deyir ha. Hansı ki, özü mənim daha əvvəl bir videoda üzərində danışdığım kimi zənnin ardınca gedir. 150-yə yaxın ayətdə bəlkə deyir və bir o qədər də ayətdə ola bilər ki, olsun ki, ola ki və s. buna bənzər sözlər deyərək davamlı olaraq zənn ardınca gedir. Deyəsən, bu belə olacaq. Yəni, bəlkə, deyəsən və s. buna bənzər sözlər deyərək ehtimal hesablaması aparırsan, zənn edirsən. Həm də bu ifadələr bir tanrının tanrılıq sifətləri ilə də tamamilə ziddiyyət daşıyır, bilirsiniz. Bir tanrı hər şeyi bildiyi üçün hər hansısa bir mövzuda bəlkə deyə bilməz, zənn edə bilməz. Hansı ki, Allah davamlı olaraq zənn edir, davamlı olaraq bəlkə deyir, ola ki deyir. Amma burada zənnin ardınca gedənləri danlayır, əsəbləşir onlara. Bu da açıq bir ziddiyyətdir. Bugün bu 3 ayətin üzərində durduq, əziz dostlar. Bunlar bu baxımdan da önəmlidir. Quranın davamlı olaraq cəfəngiyyət yaratdığı, tutarsızlıqlar sərgilədiyi və davamlı demagogiya etdiyinin anlaşılması baxımından bu çox önəmlidir. Baxın, sizə davamlı olaraq deyirik, Quranı adam kimi oxuyun, bu gerçəkləri görün, sorğulayın. Necə ki, bir tanrının özünün varlığı haqqında heç bir dəlil, sübut yoxdursa, o tanrı fərqli inanca sahib insanlardan dəlil, sübut istəyə bilməz. Demagogiya bax budur. Sən ilk öncə öz varlığını, öz dinini və Peyğəmbərini gerçək olduğunu elmi metodologiyaya uyğun olaraq sübut et, dəlilləri ortaya qoy. Ondan sonra fərqli inanclara sahib insanların inancları haqqında, onların tanrıları haqqında, onlardan sənəd, məlumat, dəlil, sübut istə. Sənin bu etdiyin tutarsızlıqdır, demagogiyadır. Zevsdə, Vişnuda, Brahmada, Allahda, Balda, İnannada və s. tanrıların hamısında varlığı eyni səviyyədə sübutsuz, eyni səviyyədə konkret hər hansısa dəlilə, sübuta dayanmayan hekayələrdən ibarətdir. Ona görə də burada böyük bir manipulyasiya var ki, Quranda buna bənzər çox sayda manipulyasiya var, çox sayda demagogiya var. Mən burada sadəcə birisinin üzərində durdum
Növbəti videolarda da onların bəziləri haqqında danışarıq. Bugünlük bu qədər dostlar. Əgər videonu bəyəndinizsə, videonu like etməyə, kanala abunə olmağa, videonu paylaşmağı unutmayın. Gələn görüşlərdə görüşənədək sağ olun, salamat qalın.